Salam, hər vaxtınız xeyir. Bu dərsimizdə MB və GN hərf birləşmələrini öyrənəcəyik. MB hərf birləşməsi daha çox sözlərin sonunda istifadə edilir və sözlərin sonunda ancaq M hərfini M olaraq səsləndiririk. B isə səssiz qalacaq, oxunmayacaq. GN hərf birləşməsində isə G oxunmayacaq, ancaq N, N olaraq oxunacaqdır. Sözün sonundakı M, B, M olaraq səslənəcək və GN hərf birləşməsi isə N olaraq oxunacaqdır. GN hərf birləşməsinin, yəni sözün sonunda, ortasında, əvvəlində olmasının bir fərqi yoxdur. Amma MB, yəni əsas hallarda, yəni ən çox hallarda sözün sonunda gələcəkdir. MB hərf birləşməsinə aid söz nümunələrinə baxaq. Sözlərə baxın. MB ancaq sözlərin sonunda istifadə edilir. Com, M. M-da dayanırıq. B-ni oxumağa ehtiyac yoxdur. Com, climb, bomb, lamb, nim, num, thumb, plum, com, climb, bomb, lamb, nim, num, thumb, plum. İndi isə GN hərf birləşməsinə aid olan söz nümunələrinə baxaq. GN hərf birləşməsi sözün hər bir hissəsində istifadə edilə bilər. Yəni, görə bilərsiniz sözün önündə, ortasında, sonunda fərq etmir. G oxunmayacaq, ancaq N oxuyuruq. Gnarl, gnash, gnat, gnaw, gnome, align, assign, design. Son üç sözdə diqqət edirik. I hərfi əlifbadakı adı kimi oxunmuşdur, I kimi oxunmuşdur. Yəni, sonda sehirli I yoxdur, amma yenə də I kimi oxunmur, əlifbadakı adı kimi A kimi oxunur. Əksər hallarda GN hərf birləşməsi sözün sonunda gəldikdə və ondan əvvəl I hərfi olduqda onu əlifbadakı adı kimi oxuyuruq. Align, assign, design. Sözlərə bir daha baxaq. Gnarl, gnash, gnat, gnaw, gnome, align, assign, design. İndi isə ay ərzində bugünə qədər keçdiyimiz bəzi hərf birləşmələrini qısaca sürətli təkrar edək. O-I hərf birləşməsi uzun O səsi verirdi. Aloe, toe, door, floor, for, ho, raw, jaw. O-W hərf birləşməsi də uzun O səsi verirdi. Follow, window, growth, borrow, arrow, elbow, law, show, grow, rainbow, own, crow. Həmçinin AU hərf birləşməsi də uzun O səsi verir. Pole, vault, launch, August, hall, sauce, audience, haunt, autumn, Australia, faucet, paunch.